Cruises.az-ın dəyərli dostları, müştəriləri, Explora 1 lüks gəmisi ilə səyahətimiz davam edir. Yunanistanın Moembasiya adında bir ada, şəhərdir, qədim bir şəhərdir. Burada gördüyünüz qaladır, en yuxarıda gördüyünüz qaladır. Qədimi evləri ilə, dar küçələri ilə Instagramda şəkil paylaşan dostlarımız üçün çox materiallı. İstər, baxın, məsələn, bir küçəsini göstərim. Bu şəkil maraqlı, qədim bir şəhərdir. Və gəmilərlə gəldiyinizdə, əlbəttə ki, sadəcə gəmidə qalmırsınız. Biz sizə marşrutların ən gözəlini seçirik, təqdim edirik ki, həqiqətən unudulmaz bir səyahətiniz olsun və gözəl, dünyanın gözəl yerlərini görmüş olasınız. Suyu demək olar dupdurudur, yəqin ki, rəng fərqindən hiss eləyirsiniz. Belə bir gözəl mənzərə və gözəl hava. Qədimliyini qoruyub və bu minvalla dar küçələrdə gəzəndə həqiqətən onu hiss eləyə bilirsiniz. Onu, o romantikliyi, o qədimliyi ötürə bilir. Bax, bu şəkildə. Çox da bilinən bir port deyil, şəhər deyil, ada deyil, amma marşrutu üzrə olduğunda niyə də yox, niyə də çıxıb gəmidə ancaq əyləncə, yemək, içmək, dincəlmək, hovuz və s. Bu da biraz daha səyahətinizə olduğunuz portlar nə qədər fərqli, nə qədər gözəl olarsa, bir o qədər daha gözəl, totaldə gözəl bir səyahət həyata keçirtmiş olarsınız. Hal-hazırda biz deməli muzeyin qarşısındayıq. Kiçik bir muzeydir. Bax, belə və hal-hazırda bizim gəmimiz tam yanaşmayıb porta. Amma tenderlarla, yəni kiçik qayıqlarla sahilə qədər gətirilir. Söhbət Explora gəmilərindən gedir, lüks segmentdir. Və bu gördüyünüz bu şəkildə olan şatıllarla portdan qalanın, bu qala şəhərinin girişinə qədər gətirir, hər 15 dəqiqədən bir. Eləcə də buradan da geri qaydanda. Yəni, hər hansı bir narahatlıq, necə gedərəm və s. dərdi olmadan bu şəkildə istirahətiniz təmin olunur. Bu məlumatları alaraq doğru səyahətləri necə həyata keçirəcəyinizi bir daha nəzərinizə çatdırıram. Gözləntilər, kruizlər haqqında gözləntilər doğru olmalıdır. Yəni, satın almadan əvvəl, sifarişi vermədən əvvəl bütün doğru məlumatlara, müsbəti varsa müsbəti, mənfisi varsa mənfisi, hansı tip səyahətçiyə, hansı gəmi daha doğrudur. Bax, bunların hamısını bizdən əldə edirsiniz və daha sonra sifarişinizi verirsiniz. Ən gözəl səyahətlər, kruizlər sizin olsun deyirəm. Hələlik.